İlham Əliyev də bu sərhədləri bağlayıb, insanlar gedirdi misal üçün İrandan dərman alırdı, nə bilim Gürcüstana gedirdi, Rusiyaya nə bilim kəndçilər aparırdı meyvəsini, tərəvəzini. Yəni biletlər də baha da azal biletləri 300-400 evrodan, dollardan Türkiyə, Gürcüstana çətindir. Burada deyəndə bəziləri qarşı çıxır ki, deyir ki, sərhədlər bağlanması dövlət üçün xeyirdir. Bəs bu xalq üçün ziyandır axı, dövlət üçün xeyirdirmiş ki, diyor ki, nə bilim, xaricdən xəstəlik gəlir, koronavirus adına uzadırlar bu karantin müddətini. Xaricdən təhlükə var. Hansısa xarici qüvvələr ki, müdaxilə edir. Qardaş, xəstə xalqa nə xəstəlik gətirəsini başa düşənmədim mən. Bu xalqa biz xalq olaraq xəstə olmuşuq. Psixoloji, mənəvi, nə bilim, hər bir formada bizi xəstə edib bu rejim. Nə xəstəlik, hardan gələcək? O hansı xəstəlikdir ki, bizdə olan xəstəliyə qalib gəlsin? Hansı xəstəlikdir o? Bu rejimin, bu Əliyev rejiminin biz xalqa, Azərbaycan bütün xalqımıza gətirdiyi xəstəliklərə qalib gələn xəstəlik var dünyada. Haradadır o xəstəlik? Açın qapını gəlsin də. Bu rejimdə xəstə. Xalq olaraq dəli günə qalmışıq. Xəstə günə qalmışıq. Hərənin müxtəlif yollarına xəstə ediblər. Birinin balasını öldürüb xəstə ediblər, birinin uşağını öldürüb xəstə ediblər, birinin qızını məhv ediblər, birinin arvadını məhv ediblər, birinin kişisini məhv ediblər, birinin işini, hər bir cür xəstə ediblər. Yəni bizə qalib gələcək xəstəlik var, yəni yol açılsın, bizə o gəlsin, xəstəlik qalib gəlsin. Var elə bir xəstəlik. Yəni mən anlamıram, yəni nə yol bağlamaq, qardaş, bu yollar, bunlar hamısı boş şeylər, bunlar monopoliyadır, pul qazanmaqdır. Sən quru yolla 5 manata gəlirsənsə, hava ilə gələrsən təyyarə ilə 50 manata. O da düşünür, deyir, yolu bağlayın, bu 50 manata gəlsin. Nə deyirəm ki? O zaman qoyun xalqdır da. Ölkədəki ölü millətdir, qoyun millətdir, heyvan millətdir. Bunu bizə belə baxırlar.